Hər biriniz xoş gördük əziz şagirdlər və dəyərli yoldaşlar. Bugün biz 9-cu sinif güvən nəşriyyatının 4-cü sınavını izah edəcəyik. Gəlin vaxt itirmədən başlayaq. 57-yə baxsaq deyir ki, hansı qarşılıqlı sadə ədədlərdir? Qarşılıqlı sadə ədədlər nə idi? Birdən başqa ortaq bölünən olmayan və yaxud da ortaq sadə bölünən olmayan ədədlər idi. 10-dan 15 ortaq 5-ə bölünür. 18-dən 21 3-ə bölünür. 16 və 21 heç nəyə bölünmür. Düzgün cavab C variantıdır. 27 və 33 3-ə bölünür. 19 və 38 19-un özünə bölünür. Buna görə 57 C variantıdır. 58-ə nəzər salsaq, baxın. Bu ifadələrin hamısını 1-ə bərabər eləsək, A bərabər olur 0,3-ə və yaxud da bir K-ya bərabər eləyə bilərsiniz. B bərabər olur 0,4 K-ya, C də bərabər olur 0,5 K-ya. Bunlar müsbət ədəd olduqları üçün, deməli K da müsbətdir. Avtomatik olaraq müqayisə aparsaq, C böyük olur B-dən, o da böyük olur A-dan, yəni A variantı düzgün variantdır. Deyir ki, üçbucağın iki daxili bucağı, bu bucaqlara qonşu olmayan xarici bucaq. Uşaqlar, bu üçbucağın xassəsidir. Üçbucağın xarici bucağı onlara qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni 115 ilə 45-in və yaxud da çəkirsiniz, bura 115 verirsiniz, bura 45 verirsiniz. Hər nə qədər bənzəməsə də biraz əyri çəkdik. 115, 45, bura qalır 20 dərəcə. 20-nin qonşusu 160 olur. Belə cavab olur Y variantı. 60-a baxsaq, baxın. X -3 ilə 1 arasındadır. -3 ilə 1 aralığında hər hansısa bir ədədlə 3-ü toplayanda müsbət ədəd eləyər. Yəni, bu olduğu kimi çıxır. Amma -3 ilə 1 aralığında, yəni bura məsələn 0 qoysanız, nə qoysanız da, bu ifadə mənfi ifadə çıxır. Mənfi olduqda ifadə əksinə dəyişirdi. Qarşındakı mənfiyə görə də bir daha əksinə dəyişəcək, olacaq belə. Bu da mənə verəcək 3x üstə gələk 1, yəni cavab olacaq B variantı. 61-ə baxsaq, deyir ki, şagird 324 səhifəli kitabın 9-da 5 hissəsini oxudu, neçə səhifəsini oxunmamış qaldı. Uşaqlar, 324-ün 9-da 5-ini oxuyubsa, 9-da 4-ü oxunmamış qalıb. Bunları ixtisar aparsaq, hər ikisini də 9-a. 9-a yox, hər ikisini də 3 aparaq. Bunu 3 dəfə eləyəcək. Bunu 3 aparsaq 108 eləyəcək. Yenə 3-ə ixtisar aparaq, 9 apara bilərmişik. Bu eləyəcək bizə nə? 36. 36-nı da 4-ə vuranda sizə verəcək 144. Yəni cavab olacaq B variantı. 62-yə baxsaq, baxın. A ilə C-nin kəsişməsi sadəcə C çoxluğunu verir. Buna görə C-dən də B-ni çıxardır. Yəni düzgün cavab C variantıdır. 63-ə nəzər salsaq, 1-dən 8-də 1-i çıxanda 8-də 7, 9-da 1-i çıxanda 9-da 8, 10-da 9 və 11-də 10 eləyəcək və bunlar bu şəkildə ixtisar gedəcək. Məxrəcdə qalacaq 11, sürətdə qalacaq 7. Bu da bizə olacaq 11-də 7, yəni C variantı. 64-ə baxsaq, deyir ki, şagird ilk olaraq baxdığı 6 sualdan 4-ünü doğru cavablandırmışdır. O qalan 9 sualdan neçəsini doğru cavablandırmalıdır ki, ümumi müvəffəqiyyəti faizi 80% olsun. 6 sual, sonra da 9 sual, deməli ümumi 15 suala baxır. 15 sualım 100%dirsə, 80% mən x deyirəm. Buradan İxtisarlarınızı aparsanız, ümumiyyətlə 80% sizə 5-də 4 hissəsi deməkdir. Deməli, bu adam 12 dənəsinə düzgün cavablandırmalıdır. Eləmi? 4 dənəsini düzgün cavablandırıbsa, deməli yerdə qalan 8 dənəsini düzgün cavablandırmalıdır. 65-ə baxsaq, deyir ki, A, B, C ədədləri verilmiş ardıcıllıqla ədədləri ilə düz mütənasibdir. Yəni A 12K-dır, A 13K-dır, B 12K-dır, C də 5K-dır. Deyir ki, B ilə C-ni topla, 17K, çıx A-nı 13K, bərabər olsun 8-ə. 4K bərabər olur 8-ə, K da bərabər olur nəyə? 2-yə. A da 13-ü vurursunuz, 2 eləyir 26 C variantı. 66-ya baxsaq, 5 və 6 ədədlərinin hər birinə qalaqsız bölünən, 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitən idi. 6-ya bölünməsi üçün bunun sonu 5 olmamalıdır. 6-ya bölünmə nə idi? Həm 2-yə, həm 3-ə bölünən ədədləri idi. Gəlin baxaq. Əvvəlcə B variantını silirik. Çünki B variantı bizə 2-yə bölünmür. Sonra digər variantların hər birində rəqəmlərin cəminin 3-ə bölünməsini axtaracağıq. A variantına baxsaq, 2 ilə 3-ün cəmi 5, 5 ilə 6-nın cəmi 17, 17-nin üstünə 4 gələndə 21, A variantı bölünür. B variantına baxsaq, B variantı zaten silmişdik. C-yə baxsaq, 2 ilə 3-ün cəmi 5, 5 ilə 6-nın cəmi 11, 3-ə bölünmür. D variantına baxsaq, 5 15 eləyir, amma
D variantı 5-ə bölünmür, çünki axırı 6-dır. Y variantına baxsaq, 2 ilə 5 7, 10, 14 eləyir, 3-ə qalıqsız bölünmür. Yəni düzgün cavab A variantıdır. 67-yə baxsaq, iki düz xəttin kəsişməsindən alınan bucaqlar 7K və 2K-dır və bilirik ki, bunlar qonşu bucaqlar olduğu üçün cəmi 180-dir. Buradan K-ya tapıram 20. Bu olur avtomatik 140, bu olur avtomatik olaraq 40. Fərqini soruşur, 140-dan 40-a çıxanda 100 dərəcə, düzgün cavab C variantıdır. 68-ə gəlin, baxaq, maraqlı bir sual tipi var burada. Bura düz bucaqdır, avtomatik olaraq burada düz bucaqdır, yəni 90 dərəcədir. Bura 44 düzə, düz bucaqlı üç bucağın xassəsinə görə 44 ilə alfa desəm, alfanın cəmi 90 olmalıdır. Buradan alfa bərabər olur 46-ya. Yəni bu bucaq 46 dərəcədir. Onun qonşusunu tapmaq istəsək, hər an soruşur? D, Y, F-i soruşur. Okey, buradan da bir dənə paralel xət çəkilib bu arada. Bunun qonşusunu tapmaq istəsək, 180-dən 46-nı çıxacam, eləyəcək 134. Paralel xətlər olduqları üçün, çünki burada BC paraleldir YF-ə, avtomatik olaraq burada 134 dərəcə olur Y variantı. 69-a baxsaq, aha, baxın, birləşməsi deyir ki, kəsişməsi boş çoxluqdur. NA birləşsin B, bərabərdir NA, üstə gəlinsin NB, çıxılsın NA, kəsişsin B. A mənə 6-dır, B mənə 4-dür. Bundan da heç nəyə çıxmayanda qalır mənə nə? 10 C variantı. İki ardıcıl tək ədədin ədəd ortası 28-dir. Ədəd ortası 28-dirsə, deməli x üstə gələk. İki ardıcıl tək ədəd deyil. Birinə 2-in minus 1 verək, o birisinə 2-in plus 1 verək. Bunların cəminin 2-yə bölünməsi 28 eləyib. Yəni 4-in bərabərdir 56-ya, n də bərabər olur mənə nəyə? 14-də. Biri 2 minus 1-dir. 14-ü 2-yə vuranda 28, 1 çıxanda 27 və 29. Böyüyün soruşur 29 olacaq. 71-ə baxaq. 0-dan dövrdə 3, çıxaq 1. Bu sizə eləyir 9-da 3 çıxaq 1. Yəni mənfi 9-da 6. Niyə? Çünki bu 9-da 9 deməkdir. Bir də 1 çıxaq 9-da 6-nı verib. Bu da sizə eləyəcək müsbət 9-da 3. Mənfi 9-da 6-nı müsbət 9-da 3-ə böləndə birinci qalır. İkinci tərsinə dəyişir. 9-lar gedir, bunlar gedir, qalır nə? Mənfi 2 Y variantı. 72-yə nəzər salsaq. Xəttimiz var. AB BC-yə, o da AB BC-yə, yəni bu bura bərabərdir, burada bura bərabərdir. Aha, bura alfa desəm. Bura alfa olur, çünki bərabər yanlış bucaqdır. Bura beta olsa da, bu xətlə, bu xəttin bərabərliyinə görə burada beta olur. Aha, sonra buranı da verib 15 dərəcə. Üç bucağın daxili bucaqların cəmi 180 idi mi? Deməli, bura, yəni alfa üstə gəlsin 15, üstə gəlsin beta, üstə gəlsin beta bərabərdir 180-ə. Buradan da alfa üstə gəlsin 2 beta mənə nəyi verir? 180 çıxaq 15-i, yəni 165-i. B, A, C bucağını soruşur. Okey, gəlin davam eləyək. İndi baxın, bu üç bucağa görə 2 alfa ilə də betanın cəmi mənə nəyi verəcək? 180-i verəcək. Sistem tənlik yarandı mı? Mənə beta bucağı lazımdır. Birinci tənliyi 2-yə vursam, 2 alfa üstə gəlsin. 4 beta bərabər 162-yə vururam. Üzr istəyirəm. Böləyəcək 0, 3 və 330 versə. Buradan da 2 alfa üstə gələk beta bərabərdir 180-i versə. Alt-alta çıxsam bunlar gedir. 3 beta bərabər olur. 330-dan 180 çıxanda 150-yə və beta bərabər olur nəyə? 50 dərəcəyə. Düzgün cavab 50-dir. Davam eləyək 73-lə. Deyir ki, mənfi 3,4 və 7,5 ədədlər arasında yerləşən tam ədədlərin cəmi. Baxın, mənfi 3, mənfi 2 və s. 0 və s. 1, 2, 3, 4, 5, 6, 7. Bu 3-ə qədər hamısı islah gedir. Çıxılır 0 eləyir. Bu hissənin cəmi də sizə verir 9, 9-un üstünə 6, 15, 15-in üstünə də 7, 22. 74-də deyir ki, zavodda günlük növbətçilərdən Zaur 9 gündə 1, Mahir 12 gündə 1 növbətçi olur. Mahir və Zaur eyni gündə növbətçi olduqdan ən az neçə gün sonra təkrar növbətçi olarlar. Şagirdlər elə ədəd tapmalıyıq ki, həm 12-yə bölünsün, həm 9-a bölünsün. Yəni 12 və 9 ədədlərinin əkobunu tapırıq. Əkob 12 və
9. Bu da mənə verir nəyi? 36-nı. 75-ə nəzər salsaq, 20% 5-də 7 olan ədəd. Baxın, 20% 5-də 7-dirsə, 100% x-dir. Direkt 5-ə də vurub cavab tapa bilərsiniz, düzgündür. Burada eləyir 100 vuraq 5-də 7 bölək 20-də 1. Bundan bu ixtisar gedəcək 20, bundan bu ixtisar gedəcək, heç nə qalmayacaq. Cavab olacaq 7. 76-ya desək, üçbucağın iki tərəfin uzunluqlarının cəmi 14 və 5-dir. Üçüncü tərəfini ala biləcək. Baxın, hər hansı üçbucaq demir. Körbucaqlı üçbucaq demir. İtibucaqlı üçbucaq demir. Körbucağın qarşısında, itibucağın qarşısında demədiyi üçün qayda nə idi? Fərqindən böyük olmalıydı. Cəmindən də kiçik olmalıydı. Buna görə fərqi neçə eləyir mənə? Fərqi eləyir bunu mənə 9. Cəmi də eləyir mənə nə? 19. 9 və 19-u ala bilməz. 9 və 19 arasında saya bilərsiniz və yaxud 19-dan 9-u çıxırsınız. Ondan da 1-i çıxırsınız. Bu da eləyir bizə bu hansı ki A və B arasındakı ədədlərin say düsturuydu. Bu da eləyir 10 çıxaq 1, yəni 9 və yaxud da saya bilərsiniz 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Davam eləyək 77 ilə. Baxın, düz mütənasibdə nisbətlər bərabərdir. Yəni, x bölək y üstə gələk birlər bərabər olmalıdır. X-a 1 verəndə y-im 6 çıxıb, yəni 7. X-a 2 verəndə də aşağı nə çıxmalıdır o zaman? 14 çıxmalıdır. Yəni, y plus 1-im 14 olarsa, y-im bərabər olur 13-ə. Cavab olur 13. 78-ə nəzər salsaq, baxın, hər birinin ayrı-ayrılıqda 108, 180 və 256-nın əbovunu tapırsınız. Oy, bir saniyə. Biraz belə eləyək, əbobunu yazaq. Əbobunu tapıram, çünki ortaq natural deyir. Ortaqdırsa 4-dür. Elə, 4 də sizə 2-nin kvadratını verir. Natural bölənlərin sayının düsturu nə idi? Üstlərinin üzərinə 1 gəlirdik və hasilini tapırdıq. Olur 3 ədəd. 79-a baxsaq, baxın, açıram. 100A üstə gəlilsin 10B, üstə gəlilsin C, çıxaq. 100B çıxaq, 10A çıxaq C, bölək 15. Bu mənə nəyi verir? 100A-dan 10A-nı çıxanda 90-a. Bu 90B. Buradan da C-lər çıxılır, zaten qalmır. Bölək 15. Buradan 90-ı ortaq kimi çıxartsam, A çıxaq B, bölək 15. A çıxaq B-yə də verir mi mənə 4? 90 vuraq, 4 bölək 15. Bundan ixtisar gedir 6, qalır sizə nə? 24. Gəlin, davam eləyək 80-dən. A və B ədədlərinin ədədi ortası 66-dır. Deməli, A ilə B ədədinin cəmi 132-dir. Hərdən tapdıq 132-ni? 66-nı vurduq 2-yə. C, D və Y ədədlərinin ədədi ortası da 86-nı 3 dənə ədəd olduğu üçün 3-ə vururam. Bu eləyəcək 258. Hamısını deyirsə, hər ikisini toplayıram. 132 ilə 258-i toplayıram. Bu mənə nəyi verir? 0, 9, 390-ı verir. 5 dənə də olduğu üçün 5-ə bölürəm. 390-ı da 5-ə böləndə sizə qalır 7, 40-ın içində də 5, 8. Cavab olur nə? 78. 81-ə nəzər salsaq, əlimdə bir A, B, C üçbucağı var. Deyir ki, BD tənböləndir. Aha, ən çox düşən sual. Bunun buna nisbəti, bunun buna nisbəti. AB bərabərdir. Nə verib? 3K-ya. BC bərabərdir 5K-ya. AC-nin də opşu 6K verib. Aha. Baxın, yadınızda saxlayın ki, ABC-nin də perimetrini verib 56. Gəlin o zaman perimetrindən tapaq. 3K üstə gəlsin, 5K üstə gəlsin, 6K bərabərdir 56-ya. Bu eləyəcək 14K bərabərdir 56-ya və K bərabərdir 4-ə. Yəni, bura 12-dir. Bura 20-dir. Bunun da opşusu 24-dür. Bura x versəm, bura avtomatik olaraq 24 çıxaq x olar. Uşaqlar, tənbölən xassəsinə görə 12-nin x-a nisbəti bərabərdir. 20-nin 24 çıxaq x-a nisbətinə. Buradan 12 ilə 20-ni ixtisar parada bilərsiniz. Çarpaz direkt vurada bilərsiniz. Çarpaz vuranda 288 çıxaq. 12x bərabərdir 20x-a. Buradan 32x bərabərdir 288-ə. Ümid edirəm ki, haradasa bir səhvlik eləmədik. Yox, eləmədik. 288-i də biz 32-yə bölsək, bizə eləyəcək cavab 9. Bir saniyə.
yuxarıdan yazdım. X bərabərdir nəyə? 9-a. Deməli, bu tərəf 9-dur. Bu tərəf isə 24-dən 9-u çıxanda mənə nə qalır? 15-dir. Məndən adını soruşur, yəni 9-u soruşur. Belə, hər kəsə uğurlar ümid edirəm. İmtahanınız çox yaxşı keçmişdir.